Salam, coğrafiya 9-cu sinif 7-ci fəsil üzrə kiçik summativ qiymətləndirmə nümunəsinin suallarını izah edirik. Bu nümunə müəllimin metodik vəsaitində verilmiş nümunəvi testlərdir. Birinci suala baxaq. Sualda hansı sənaye sahələrini xam mal rayonlarında yerləşdirirlər deyilir. Əslində sənaye rayonu iki cür yerləşdirilir. Ya xam mal rayonunda, ya da istehlak rayonlarında. İndi baxaq biz cavablara. Birinci gəmi qayırma deyilir. Yəni gəminin xam malı yox, istehlak rayonunda yerləşdirilən sahədir, gəmi qayırma. Hesablama texnikası istehsalı isə bu artıq ixtisaslı kadr olan ərazilərdə yerləşdirilir. Çünki bunlar üçün ixtisaslı kadr lazımdır, ixtisaslı kadrlara meyil edir. Sonra mebel istehsalı yenə istehlak rayonlarındadır, biskvit həmçinin istehlakdır, çay istehlakdır, cihaz qayırma yenə də ixtisaslı kadrlara meyil edir. Avtomobil qayırma istehlak rayonlarında, mineral gübrə istehsalı isə yenə də istehlak rayonlarında yerləşdirilir. Burada düzgün cavab isə mis istehsalı və meşə tədarükü sahələri isə xam mal rayonlarında yerləşdirilən sənaye sahələrinə aiddir. İndi ikinci suala baxaq. Uyğunluğu müəyyəndir. Biz bilirik ki, maşın qayırmanın 3 növü olur. Dəqiq maşın qayırma, ümumi maşın qayırma və ağır maşın qayırma. Bizə verilən sahələri biz bu 3 növ üzrə uyğunlaşdırmalıyıq. Birinci, məsələn, elektrotexnika maşın qayırması. Bu aiddir. Dəqiq maşın qayırmanın bir növüdür. Demək, dəqiq bizə A-da göstərilib. 1 bura gəlməlidir. Sonra cihaz qayırma, həmçinin cihaz qayırma da bura gəlməlidir. 2 də burada olmalıdır. Sonra kənd təsərrüfatı. Kənd təsərrüfatı ümumiyə aiddir. 3 bura. Enerji etki maşın qayırması aiddir ağıra, yəni C-yə aiddir. 4 bura. Nəqliyyat maşını yenə ümumiyə aiddir. 5 yenə bura. Şaxta avadanlığı bu ağır maşın qayırmadır. 6 bura. Robot istəsi yenə dəqiq maşın qayırmanın bir növünə aiddir. 7 də burada olmalıdır. Sonra üçüncü sual. Qeyri-istehsal sferasına daxildir. Yəni qeyri-istehsal və yaxud da buna biz xidmət sahələri deyirik. Yəni bizə qeyri-istehsal sferasına daxil olmayanlar lazımdır. Deməli, birinci bizə başlayaq buradan. Deyilir bizə elektroenergetika və təhsil. Təhsil qeyri-istehsal sferasına aiddir. Bunu silirik. Səhiyyə qeyri-istehsal sferasıdır. Təhsil yenə qeyri-istehsal sferasıdır. Elm qeyri-istehsal sferasıdır. Yüngül sənaye və meşə tədarükü isə bunlar maddi istehsal sahələridir. Maddi və yaxud da sənaye sahələri gedir bunlar. Yəni bu düzgün cavab olmalıdır. A bəndi. Sonra digər 4-5-ci suallara baxaq. 4-cü sualı deyilir ki, bizə sahillərində rekreasiya, yəni turizm məqsədi ilə istifadə olunan dənizlər. Deməli, indi buradan əsasən isti ərazidə yaşayan dənizlər olmalı. Soyuq ərazilərdəki dənizlərdən çimərlik kimi istifadə olunmur. Məsələn, burada Qara dəniz, Şimal Buzlu okeana aid olan soyuq dənizdə çıxırıq. Bering dənizi soyuq dənizdir, donan dənizlərdə çıxırıq. Laptevlər soyuq dənizlərdə çıxırıq. Burada bizə iki variant qalır. A variantı və C variantı. Xəzər qara, Aralıq və Qara. Hər ikisindən turizm məqsədilə istifadə olunur. Yəni həm Xəzər dənizindən istifadə olunur, həm Qara dənizindən, həm də Aralıq dənizindən. Yəni belə baxanda hər iki variant düzgün kimi görsənilir. Amma burada bir şey diqqət etmək lazımdır ki, bizə şərtdə dəniz deyilir. Xəzər isə dəniz deyil, göl olduğu üçün düzgün cavab bu da gedir. Deməli, cavab qalır C bəndi. Aralıq və Qara dənizlərindən turizm məqsədi ilə geniş istifadə olunur. Sonra 5-ci sual. Düzgün olmayan ifadəni seçin deyilir bizə. Ət-süd sənayesi müəssisələri istehlak rayonlarında yerləşdirilir. Bəli, düzdür. Ət-süd, yəni istehlak alıcıların olduğu ərazilərdə yerləşdirilir. Rəqabət eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Bəli, bu da doğru fikirdir. Sonra C-də boksit emalı müəssisənin yerləşdirilməsi zamanı elektrik enerjisi mənbələri nəzərə alınır. Bəli, boksitdən biz bilirik ki, alüminium hazırlanır və alüminium hazırlamaq üçün də çoxlu elektrik enerjisi tələb olunur. Bu da düzgün cavabdır. Sonra D bəndi Almaniya, Yaponiya və s. inkişaf etmiş digər dəniz sahili ölkələrdə ağır sənaye müəssisələri əsasən sahil boyu rayonlarda yerləşdirilir. Bəli, bu da doğrudur. Çünki onlarda material olmadığı üçün xam malı onlar başqa ölkələrdən alırlar və əsasən dəniz, gəmi vasitəsilə gətirdikləri üçün dəniz sahillərində yerləşdirilir. Y bəndində deyilir ki, inkişaf etmiş ölkələrdə istehsal olunan kənd təsərrüfatı məhsullarının çox olması bu sferada çalışanların yüksək payı ilə izah olunur. Bu variant isə səhvdir. Düzdür, inkişaf etmiş ölkələrdə, bir sıra ölkələrdə bir çox kənd təsərrüfatı məhsulları istehsalı çoxdur. Amma bunun səbəbi
çalışanların çox olması deyil, daha çox elm və texnologiyadan geniş istifadə olunması ilə əlaqədardır. Deməli, burada düzgün cavab Y bəndi olmalıdır. Sonra 6-cı və 7-ci suallara baxaq. 6-cı sualda deyilir bizə düzgün olmayan sıranı müəyyən edin. Birinci sırada deyilir bizə donuzçuluq, şəhərlər, ərazi və yeyinti sənayelerin tullantılı olan ərazilərdə yerləşdirilir. Bəli, bu doğrudur. Çünki əsas onların qida mənbəyi tullantılar, ərzaq və yeyinti qidalarının qalan tullantılar bunlardır. Balıqçılıq sahilboyu ərazilərdə, bəli, balıqçılıq əsasən sahilboyu ərazilərdə inkişaf etdirilməlidir. Elektrotexnika, yüksək ixtisaslı kadrların olması, bəli, bayaq da bunu qeyd etmişdik. Sonra ağır metalların istehsalı xammal rayonlarında. Meşə sənayesi isə biz birinci sualda qeyd etmişdik ki, meşə sənayesi əsasən xammal rayonlarında yerləşdirilir. Yəni, əgər biz birinci suala cavab verə bilmişdiksə, bu sualda asanlıqla cavab verə biləcəkdik biz. Meşə sənayesi istehlak rayonlarında deyil, xammal rayonlarında yerləşdirilir. Deməli, bu sualın düzgün cavabı D bəndi olmalı idi. Sonra 7-ci sualda bizə deyilir ki, sxemdə buraxılan səhvi müəyyən edin. Deməli, metallurgiya 2 yerə bölünür. Qara metallurgiya və əlvan metallurgiya düzdür. Sonra bizə burada göstərilib ki, qara metallar 2 yerə bölünür deyilir bizə. Dəmir filizi və ağır metallar. Bu isə səhvdir. Qara metallar 2 yerə bölünmür. Əlvan metallurgiya 2 yerə bölünür. Deməli, əlvan metal 2 yerə bölünür. Ağır metallar və yüngül metallar. Deməli, burada səhv var. Ox burada olmalıydı. Burada deyil. Burası səhvdir. Deməli, qara metallar 2 yerə bölünmür. Əlvan metal 2 yerə bölünür. Ağır metallar və yüngül metallar. Sonra saflaşdırılmalıdır. Sonra metalın əridilməsi. Sonra da prokat, yəni hazır məhsul hazırlanılır. Yəni, burada səhv olan yer buradır ki, qara metallar 2 yerə bölünmür. Əlvan metal 2 yerə bölünür. Ağır metallar və yüngül metallar olmaqla. Deməli, bu oldu 9-cu sinif kiçik summativ qiymətləndirmə 7-ci kiçik summativ qiymətləndirmənin nümunəsinin izahı oldu.